etmeye bir şey sağim. Eşk-i camın mənə lütf etsən əgər, ey sağim. Mürtəzadan, ay Kərbəla Rüfat, Mürsədadan sənə cuş etməliyim. Göftar açaram. Həsrətim eylə keçib ömrüm olub tən saqi. Həsrətim eylə keçib ömrüm olub tən saqi. Tut əlimdən yetişim mətləbimə mən saqi. O qədər qəmlilərim eyləmisən şən saqimə. Deyəcək ki, məni də məst edə bilsən saqim. Vəslimə evlada açıb dil sənə əsrar açaram. Ya Əli, dedilər ya Əli, bu qədər insanlar dünyaya gəlir, dünyadan gedir. Allah bu qədər bəşər övladını necə hesab kitab edəcək? İmam buyurdu ki, Allah bütün canlıların gündəlik ruziləri necə bölürsə, onları da o cür hesab kitab edəcək. Açmışam mən elə bir əhli vəfa söhbətini, Adəmə vacib olubdur ki, tuta hörmətini. Verə bilməz onun hər şair olan qiymətini. Bir rəcəzlə özü qoy, bildirə öz qüdrətini mən desəm. Düz demərəm boş yerə, bazar açaram. Mən Əliyəm, yer üzündə elə bil şahəm mən. Mən Əliyəm, yer üzündə elə bir şahəm mən. Xilqəti sirrinə vaqif olan agahəm mən. Yoxsuna sailə məzlumə ümidgahəm mən. Yadda saxla bu adı, bil ki yadullahəm mən. Xaçpərəstən əl atıb izn olayam, zünnər açaram. Əli çoxu məzlumə veriyəm, qani olan azəmənəm. Çoxu məzlumə veriyəm, qani olan azəmənəm. Nəfəsimlə çevirən qış gecəsin yazəmənəm. Həm şəriət
əllərdəki əndazə mənə həm şəriət, həm ədalətdəki əndazə mənə bu həqiqətdir ki, dərvazə mənəm açmağayam, həm də bu dərvazəni həmvar açarayam. Ya Əli, o hansı yerdə oradan pak bir yer yoxdur, amma orada namaz qılsan məqbul olmaz, qəbul olmaz. İmam buyurdu ki, ən pak yer Kəbə-bin üstüdür, amma orada namaz qılsan qiblənin şərti dəyişər, namazın məqbul olmaz. Ən pak evdə əleyhissalam dünyaya göz açıb. Allah hamımıza inşallah bəyimizə, ailəsinə, bu cəmə, bu kəndə Kəbə ziyarətini nəsib eləsin inşallah. Nə qədər elmi var aləmdə, sərasər bilirəm Tövratı, Həzrəti Musa'ya bərabər bilirəm İncili körpəlimdən belə yeksər bilirəm O kitablar ki səmadan inib əzbər bilirəm Lövh-i məhfuzidə bir-birinə xəbər var Açaram adıva qurban Əli Yolva qurban Əli Yolundan gedən Ənsar və qurban Düşmən qanı tökən Zülfüqar və qurban Elə yüksəkdə durur mərtəbəmiz aləmdən Yetə bilməz ora heç kəs Xələfi Adəmdən Mən Məsihadən, anamsa ucadır Məryəmdən Məni dünyaya gətirsin Məni dünyaya gətirsin deyə naməhrəmdən Onu gizlətmək üçün Kəbəyə diyor açaram Mən səxavən sözünü eyləmişəm dildə şu an Mən səxavət sözünü eyləmişəm dildə şu an Hatəmi tay edər qifdə mənə leyl-i nəhari Göstərəyəm dəmdə səxayəm Bilmərəm əslam iqdarı Yolundan yolmi verərəm Saylə sürəmdə nə var Dağlayıb nəfsini iman bayıqdan yaratıram Sağ ol Ayasan, sağ ol Kərbalay Rasim qardaşımız var olsun Rövşən qardaşım, əzizim Ya Əli, bala doğan heyvanlar hansılardır? Yumurtlayan heyvanlar hansılardır? İmam buyurdu ki, qulağı başın üstündə olan heyvanlar bala doğanlardır. Qulağı başın içində olan heyvanlar yumurtlayanlardır. Bir Hristiyan alimi 30 il əleyhissalamın bu kəlamını araşdırır. 30 il. İlahi, əleyhissalam bu qədər heyvanların hansı bala doğandır, hansı yumurtlayandır? Bunu hardan bilir? Mən
səxavət sözünü eyləmişəm dildə şuar. Hatəmi tayı mənə qibdə edər leylü nəhar. Göstərən dəmdə səxa bilmərəm əsla miqdar. Hək yolunda verərəm sailə süfrəmdən nə var? Doğrayıb nəfsimi imanıma iftar açaram əliz. Olmuşam mən elə bir sevgilinin müştaqı. Döndərib Adəmə hökmü ilə qara toprağı. Nuri dəyən xəlq eləyibdir məni nur xəllaqı. Gün çıxandan qabaq olunur ki tutar afaqı. O mənəm sübh durub aləmə rüxsar açaram. Saqiya rəhmələ ver badəməyi vəhdəndən. Saqiya rəhmələ ver badəməyi vəhdəndən. Bəlkə badön bizi azad elədin qəflətdən. Gəmi dünyanı yatım qurtulalım zillədən. Yəni mahirəm təbimə yəni sayə düşər qüdrətdən. Yəni bu dilim Həzrət Əli vəsbinə təkrar açaram. طلع البدر علينا من ثنيات الوداع وجب الشكر علينا ما دعا لله داع ما دعا لله داع. طلع البدر علينا من ثنيات الوداع وجب الشكر علينا ما دعا لله داع ما دعا لله داع. أيها المبعوث فينا جئت بالأمر المطاع. جئت شرفت المدينة مرحبا يا خيرنا مرحبا يا خيرنا. طلع البدر علينا من ثنيات الوداع وجب الشكر علينا ما دعا لله داع ما دعا لله Allah Teala inşallah Peyğəmbərimiz Fatır məclis bərəkətli eləsin. Allah sizləri var eləsin. Hacı Elmir qardaşımızın gözləri aydın olsun. Bütün qohumların, əzizlərin inşallah. Allah sizləri var eləsin. Əmilərin, dayıların, bütün əzizlərin, kənd əhlinin gözləri aydın olsun inşallah. Ən bərəkətli ailələrdən də əl-ələ salamla analar anası, iki dünya xanımlarının xanımı xanım Fatimə Zəhra salamullah əleyhanın ailəsi Allah o ülfətdən, o bərəkətdən, o xeyirdən, o saadətdən Ülvi qardaşımızın da ailəsinə əta eləsin inşallah.
Ya, indi ama burada daha oturdu öyle ha, savabdı. Biraz namımızın da cebine yani pul basılsın burada. Şey olsun. Allah mübarek eləsin. Mən hər iki həm beyin əmisi Bəhruzu təbrik edirəm. Təbrik deyirəm ona. Ki ağsaqqal beyin əmisi Bəhruzdur. Allah mübarək eləsin. Həm gəlinin atası mənim qardaşım Elmirə təbrik ərz edirəm. Allah xoşbəxt eləsin bunları. İnşallah bir hədis təbərrükən deyirəm inşallah İmam Əli Əleyhisselam'da. Həqiqətən. Durandan Əli Süvəsində deyirəm bu Həsənlə Orxana ki sabaha səhərəcən yatmayın, hazırlaşın ki ustadın yanında oxuyacaqsınız. Hacı Ağılın. Yaxşı hazırlaşın, səhərəcən görsən bəyəndilər çox qiymətinizi. Dedim daha ustadın yanındasınız, o da Hacı Baba kimi kişinin tələbəsi. Hacı Baba'nın bir dənə gözəl sözü var dedi. Ya Hacı Baba'ya deyirlər ki biz xalq artisti verməyiblər. Düzdür, mərhum Arif Sattı öz yeri var idi, onu da vermişlər. İndi Hacı Baba demiş, Hacı Baba bir dənə gözəl söz dedi. Dedi mənə xalqım mənə adımı verib. Həqiqətən o cür idi ya Hacı Baba mərhum. Doğrudan da onun nohları, onun mərsiyələri. Bir gün kənddə idi, toyda oturmuşuq, saat 2'də saatda gəlmişdi, qonşuda idi. Mən də uşaq idim. Bir gün təzə birdən mərsiyə deyirəm, gördüm şəkilimi çəkdilər. Dedim ki, səhər baxarsınız kirpi jurnalında. Oracaqlar şəkilimi kirpi jurnalında. Həm yazırdı nə o hani? Həm yazırdı mərhum Hacı Baba Hüseyin. Həm də mərsini deyirdi. Gözəl səslə deyirdi ya həqiqətən. O gün hələ çıxdı Kadir qabağıma. Həm Seyyid Talih deyir, həm də Hacı Baba Hüseyin. Ama Hacı Baba Hüseyin bu mərsini yaradıb demir. Həqiqətən doğrudan da ustadlar böyük ustadlar idi. Ona görə təbarükən inşallah bir hədis deyim ki Əli Aleyhisselam barəsində həqiqətən Əli Aleyhisselam böyük insandır. Nə qədər tərif eləsək biz azdır. Həqiqətən azdır. Bütün aləmlərə rəhmət göndərilmiş Peyğəmbər onu tərifləyib. Hərdən görürsən məddəhlar ya xətiblər deyirlər şiyələrin imamı. Deyirəm Əlinin saldız o kəramətini aşağı. İmam Əli Aleyhisselam şiyən üçün diqqət elə buyurur ayədə ki və ma ərsənnək illə rəhmətən lil aləm. Ya Peyğəmbər sənə aləmlərə rəhmət göndərmişik. Və onun canişini də, ondan sonra ümmətin rəhbəri də bütün aləmlərə imamdır, şiyelərə yox. O gün mason nökəri, Vahabi qəbul eləməsə də, o aləmlərə imamdır Əli Aleyhisselam. Kimsə qəbul eləməsə o cürdur. Aləmlərə rəhmətdir. Çünki aləmlərə Allah Teala Peyğəmbəri rəhmət göndərib, onun canişini də o cür olmalıdır. Aləmlərə rəhmət olmalıdır. Rozatel Muttaqində var 12-ci, 13-cü ciddə. Bir gün bütün sahabələr yığılmışdı. Əli Aleyhisselam da oradaydı. Buyurdu Peyğəmbər ki, qalən nəbi, ya Ali, la ya'rifullah Teala illa ana və anta. Dedi, ey Ali, qalən nəbi, ya Ali, la ya'rifullah, Allahı mən və səndən başqa yaxşı tanımaz, heç kəs yaxşı tanımaz. Ya Ali, Allahı mən və səndən başqa heç kəs yaxşı tanımaz. Və la ya'rifini illallah və anta. Məni də Allahla səndən başqa heç kim yaxşı tanımaz. Peyğəmbər buyurdu. Sonra nə deyir? Və la ya'rifuka illallah və ana. Səni də Allahla məndən başqa yaxşı tanımaz heç kəs.
Əlini Allah tanıyar, əlini Peyğəmbər tanıyar. Bu cürdür Əleyhisselamın məqamı. Rozətül Muttaqin birincidir. İndi gör Vahabilərin müctəhidi nə deyir? Əhməd ibn Hanbəl onların müctəhidi Vahabilərin. Özü Peyğəmbərdən deyir Əhməd ibn Hanbəl anir Resul sallallahu aleyhi ve sellem. Mən əza Aliyyən, kim Aliyə əziyyət versə fəqəd əzani, hələ bir mənə əziyyət verir. Əhməd ibn Hanbəl deyir, Vahabilərin mason nökərləri olan Vahabilərin müştəhidi. Kim deyir Əlini əziyyət versə əzani, mənə əziyyət verir. Eyyuhannas, ey insanlar, bütün insanlara deyir. Mən əza Aliyyən ba'asa yevmul qiyameti Yahudiyyən o Nəsraniyyən. Kim də Əliyə əziyyət versə, Allah onu məbus eləyəcək qiyamət günü. Yahudi və Nəsrani kimi Əliyə əziyyət verən. Baxacaq görəcək qiyamət günü Yahudilərin cərgəsindədir. Hristiyanlarınca, ilahi, mən müsəlman idim ki, müsəlman idin, amma Fatimə-i Zəhran qapısını yandırdım. Müsəlman idin, Əlinin haqqını tapdaladın. Müsəlman idin, Allah təyin elədi Qədirxumda Əlini ümmətin əmiri, imamı. Təbrik elədin onu, bəqqin dedin. Ondan sonra gəldin Əlini, çəkdin arxaya uzun gəldin qabağa, dedim mənəm Peyğəmbərdən sonra ümmətin rəhbəri. Ona görə kim budur Əlini incitsə odur Yahudi və Nəsrani. Allah Teala dünyada onları məhşur edəcək. Amma inşallah bir dua deyim, siz də amin deyirsiniz bugünkü gündə. Və bugün inşallah gözəl bir gündür ki, bir müsəlman ailə, özü də mümin şiə ailə qurur. Allah Teala bir neçə yerdə duaları qəbul eləyər. Bir də beynən gəlinin bugündə duasını qəbul eləyər Allah Teala. Çünki həqiqətən bugün müsəlmanlar üçün böyük əhəmiyyət verib. Peyğəmbər sallallahu aleyhi ve sellemdən çoxlu hədislər var evlənmək haqqında. Hələ bir ki, təqvalı olmaq imanın yarısıdırsa, evlənmək digər yarısıdır, ailə qurmaq. O cür çətinlikdən qorxub Allah o cür düzdür. Bugün müasir dövrdə bəndə ustadlardan eşitdiyimə görə gəlirlər böyük mərcəy təqlidlərin yanına kəbinlərini oxumağa. Deyirlər bizim kəbinimizi oxu. O böyük mərcəy təqlid müştəhidlər deyirdi ki, xanıma nə qədər məsələn kəbin hədiyəsi, mehriyə, yəni mehri məhəbbət istəyirsən. Deyirdi filan qədər, çox deyirdi. Mərcəy təqlid müctəhid onu qəbul eləmirdi. Deyirdi, yox. İndi onun bununla nə əlaqəsi var? Əlaqəsi odur ki, bugün biz müsəlmanlar da çətinlik yaratmayaq gənclərin evlənməsinə. Həqiqətən çətinlik yaratmayaq. İnandırım ki, əgər çətinlik yaratsa, bu gənclər gec evlənsə, ailə qurmasa, müsəlmanların sayı artmasa, qiyamət günü hamımız cavabdeh olacaq. Deməyən də cavabdeh olacaq. Və o çətinlik yaradan valideynlər də cavabdeh olacaq. Onun nə qədər savabı var ki, bu işləri biraz çətinlik aradan qaldırıb, asan yollar tapmaq, inşallah müsəlmanların sayını çoxaltmaq. İnşallah mən dua edirəm. Qardaşlar da amin deyər inşallah.
Allahümme allif beynehuma kema allefte beyne Adem vel Havva. Allahümme allif beynehuma kema allefte beyne Yusuf ve Züleyha. Allahümme allif beynehuma kema allefte beyne Muhammedin Mustafa ve Hatice'tel Kubra. Allahümme allif beynehuma kema allefte Ali'el Murtada ve Fatıme'ten Zehra. Ve vessedizguhuma verzuguma oğladen salihin ve Muhammedin alihi tahirin salavat zikrela. Allahümme salli ala Muhammed ve ala. Hərdən Rövşən qardaşımız bunların səyindir, neçə evlad, neçə oğul, neçə qız, filan. Amma ilahi səndən istəyirəm İmam Zaman xatirinə. Səndən istəyirəm Mola Əmir əl-Muminin xatirinə, Peyğəmbər və Pak Əhl-i Beyti xatirinə. Bu iki gəncə hələ evladlar nəsib elə. Onlar sabit qədəm olsunlar. Onlar imamət və vilayət yolunda sabit qədəm olsunlar. Onlar İslam dinini, Qur'anı qorumaqda sabit qədəm olsunlar. Və onlar özləri və Allah onlara hələ evladlar ver ki, İmam Zaman ağanın əskərlərindən olsunlar. Dualarımızın qəbulü üçün Peyğəmbər və Pak Əhl-i Beytinə salavat zikr elə. Allah xoşbəxt eləsin. Allah cəmi subaylara bu toy nəsib eləsin inşallah. Cəmi balalara, nəvələrə hamısına inşallah bu toydan nəsib eləsin inşallah. Allah razı olsun. Ra kənizi ömürlük qoy sənə yar olsun ay bəy. Mübarək, mübarək, qədəmin mübarək. Mübarək, mübarək, qədəmin mübarək ay bəy. Mübarək, mübarək, qədəmin mübarək. Mübarək, mübarək, qədəmin mübarək. Qədəmin xoş olsun, ürəyin təmiz. Bağında hər zaman var olsun ay bəy. O sevib seçdiyin Zəhra kənizi ömürlük qoy sənə yar olsun ay bəy. Mübarək, Mübarək, qədəmin mübarək. Mübarək, mübarək, alkışlar və əlcü ürəkdən inşallah. Maşallah. mübarək, mübarək, qədəmin mübarək Ay bəy. Mübarək, mübarək, qədəmin mübarək. Bu dualar edər mələklər. Maşallah. Xoş olar arzular vuran ürəklər. Sənə əhsən deyər Həzrəti Əhməd. İzdivacın ola mübarək ay bəy. Mübarək, mübarək, qədəmin mübarək. Ay be. Mübarək, mübarək, qədəmin mübarək. Mübarək, mübarək, qədəmin mübarək. Mübarək, mübarək. Allahın aslanı Əli, həqiqət dastanı, Fatimənin canı, Ali, Ali, Ali. Allahın aslanı, həqiqət dastanı,